Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlci. Bugün sizlərlə kimyəvi reaksiyonun sürəti, kimyəvi tarazlıq bölməsinin ətraflı yazılı cavab tələb olunan tapşırıqlar mövzusundakı sualları izah edəcəyik inşallah. Vaxt itirmədən birinci sualdan başlayaq. Gəlin ilk öncə reaksiyanı yazaq. A üzərinə gəlinsin 2 mol B. Reaksiya nəticəsi dönər reaksiyadır və D alınır. Tarazlıq halında bütün maddələrin qatılıqları eynidir. Yazırıq başlanğıc qatılıq, sərf olunan qatılıq, bir də tarazlıq qatılığı. Uşaqlar bilirik ki, tarazlıq halında hər hansı bir məsələni həll eləyəndə ilk öncə başlanğıc sərf olunan bir də tarazlıq qatılığını yazırıq. Tarazlıq halında bütün maddələrin qatılığı eynidir. A-nın qatılığını da götürək X, B-nin qatılığını da götürək X, D-nin qatılığını da götürək X. Tarazlıq sabitini də bizə verir. KT bərabərdir 16. D'nin tarazlıq qatılığını, B'nin də başlanğıc qatılığını hesablamamızı istəyir. Uşaqlar, D mol X maddəsi əmələ gəlibsə, demişdim ki, reaksiya məhsulunun tarazlıq qatılığı onun sərf olunan qatılığına bərabərdir. Onda D'nin sərf olunan qatılığı da oldu X. X mol D maddəsi əmələ gələndə X mol A maddəsi reaksiyaya daxil olur. 0,5 X mol da 0,5 X nədir? 2X mol da B maddəsi reaksiyaya daxil olur. İnşallah nə demək istədiyimi tam şəkildə izah eləyə bildim. Sərf olunan qatılıq reaksiyadakı maddələrin mol miqdarı ilə düz mütənasibdir. X mol A maddəsi reaksiyaya daxil olanda 2X mol B maddəsi reaksiyaya daxil olacaq və X mol da C maddəsi əmələ gələcək. Başlanğıc qatılıq sərf olunan qatılıqla tarazlıq qatılığın cəmi olduğuna görə B maddəsinin başlanğıc qatılığını bizdən istədiyinə görə B maddəsinin başlanğıc qatılığı da olacaq 3X. İlk öncə tarazlıq qatılıqlarına görə gəlin X-i müəyyən eləyək. Bizə tarazlıq sabitini verib 16. KT, yəni tarazlıq sabiti bərabərdir. Reaksiya məhsulunun qatılığının başlanğıc maddələrin qatılığına olan B-nin əmsal olduğuna görə kvadrat şəkildə üstə yazırıq. Nisbətidir. 16 bərabərdir. D-nin qatılığı neçədir uşaqlar? X bölünsün. A-nın qatılığı X-dir. B-nin qatılığı da X-in kvadratı. X-lər ixtisar gedir. X kvadratı bərabərdir 1 bölünsün 16. X də bərabərdir 1 bölünsün 4. X-i müəyyən elədik 1 bölünsün 4, yəni 0,25. B maddəsi 1-i müəyyən elədik. Keçirik 2-yə. B maddəsinin başlanğıc qatılığı da 3X-dir. 3 vurulsun 4də 1 bərabərdir 0,75. B maddəsinin başlanğıc qatılığı da oldu 0,75. Mol bölünsün litr. Keçirik ikinci suala. Qrafikə əsasən N2 üzərinə gəlsin H2 reaksiyasında amonyaka və hidrogenə görə sürətini müəyyən edin. Gəlin müəyyən eləyək. İlk öncə qrafikə baxırıq. Qrafikdən maddənin mol miqdarı 0 nöqtəsindən başlayıb. Deməli, qrafik NH3-ün qatılığının zamandan asılı olaraq dəyişməsidir. NH3-ün sürətinin zamandan asılı olaraq dəyişməsidir. Çünki reaksiyada qatılıq 0 nöqtəsindən başlayır. Reaksiya məhsulunun qatılığı 0 nöqtəsindən başlayır. Əgər başlanğıc maddə olsaydı, onda qrafik baxın müəyyən bir S nöqtəsindən başlayardı. Deməli, uşaqlar, biz indi qatılıq sürətin düsturunu yazıram və amonyaka görə sürət hesablayırıq və NH3-ə görə sürət bərabərdir. Qrafik çünki amonyakın grafikidir. Deməli, delta S bölünsün delta tau. Tau nə idi? Zaman idi. Uşaqlar, delta S nədir? 2,4 deməli qatılıq. Başlanğıc qatılıq 1,6. Daha sonra başlanğıc qatılıq yoxdur burada, o ayrı. 1,6-dan 2,4-ə qalxıb qatılıq. Onda VNH3 bərabərdir. Qatılıq dəyişməsi 2,4-dən çıxarıq 1,6-nı və 50 saniyədən 10 saniyədən 50 saniyə uşaqlar delta tau nəyə bərabər olacaq? 40 saniyə. 10 saniyədən 50 saniyəyə qalxıb uşaqlar zaman dəyişməsi, yəni delta tau da oldu 40 saniyə. 2,4-dən 1,6 0,8 bölünsün 40. 4-ə ixtisar getdi 0,2 və NH3-ə görə sürət də oldu 0,2. Deməli, amonyaka görə reaksiyanın sürəti nəyə bərabər oldu? 0,2. Keçirik 2-yə. Hidrogenə görə reaksiyanın sürəti. Uşaqlar, gəlin ilk öncə tənliyə baxaq. Amonyaka görə reaksiyanın sürəti 0,2-dirsə, mən dedim ki, reaksiya tənliyində hər hansı bir maddənin reaksiya sürəti maddənin mol miqdarı ilə düz mütənasibdir. 0,2 amonyakın, amonyakdan deməli 2 mol əmələ gələndə 1 mol N2 reaksiyaya daxil olur. Onda deməli N2-nin sürəti də, yəni azotun sürəti olacaq 0,1. H2-nin sürəti olacaq 0,3. Deməli hidrogenə görə reaksiyanın sürəti də oldu
0,3 mol bölünsün litr vur saniye. 2 de oldu 0,3. Dedim ki mol miqdarıyla düz mütənasibdir. 1 mol azot əmələ gələndə 3 mol hidrogen, 1 mol azot reaksiyaya daxil olanda 3 mol hidrogen reaksiyaya daxil olursa, azotun sürəti 0,1-dirsə, hidrogenin sürəti olacaq 0,3. Üçüncü sual, tau1'i verib, tau2'ni verib, temperatur dəyişməsini verib, qammanı verib, uşaqlar bizdən x və y istəyir. Gəlin müəyyən elə. Üçüncü sual. Deməli uşaqlar, reaksiyanın sürətinin temperaturdan asılığı Van Tov qaydasına əsasən müəyyən olunur. Temperaturu hər 10 dərəcə Selsiya artırdıqda reaksiyanın sürəti 2-4 dəfə artır və düsturda aşağıdakı şəkildədir. V2 bərabərdir. V1 vurulsun. Gamma üstü delta T bölünsün 10. Gəlin indi V1, V2'ni yerinə yazaq. V1'i bizə verməyib. V2'ni bizə verib neçədir? 1,6. 1,6 V2 bölünsün V1 Y-dir bərabərdir. Gamma 2'dir. 2 üstü 30 bölünsün 10. 30'u 10'a böləndə 3. 2 üstü 3 də 8. 1,6 bölünsün Y bərabərdir 8. Y də bərabərdir. 1,6 bölünsün 8 bərabərdir 0,2. Y-i müəyyən elədi. İndi keçirik X-i müəyyən eləməyə. Uşaqlar, X-də baxın. Sürətin düsturu nədir? Fizikadan da bilirik ki, sürətin düsturu V bərabərdir. S bölünsün T'dir. Burada T zamandır. Deməli, sürət zamandan tərs mütənasib asılıdır. Yuxarıdakı düsturda tərsinə yazaq da. Tau1 bərabərdir. Tau2 gamma üstü delta T bölünsün 10. Yuxarıdakı düsturu tərsinə yazdım. V2 ilə V1'in yerini, Tau1 ilə Tau2'nin yerini dəyişdim. Gəlin yerinə yazaq. 64 bölünsün X bərabərdir. 2 üstü 3'ü bayaq müəyyən elədik. 8. X də bərabərdir. 64'ün 8'e olan nisbəti 8. Deməli, X-i müəyyən elədik 8. Y-i də müəyyən elədik 2. Keçirik 4-cü suala. Reaksiyanı verib, deyir ki, təzyiqi 2 dəfə artırsaq, reaksiyanın sürəti neçə dəfə artar? Gəlin diqqətlə baxaq. Reaksiyaya daxil olan maddələr qaz halındadır. Ümumilikdə reaksiyaya 4 mol qaz daxil olur. Reaksiya nəticəsində 1 mol qaz alınır. İndi təzyiqi 4-cü, deməli reaksiya bu istiqamətdə. Uşaqlar usul dönər reaksiyadır, istiqamət bizə lazım deyil. V bərabərdir. Təzyiqin sürətdən asıllıq düsturunu yazıram. K vurulsun PA vurulsun PB üstü 3. Deyir ki, təzyiqi 2 dəfə artırsaq. Təzyiqi 2 dəfə artırmaq demək uşaqlar. Hər bir qaz halında maddənin təzyiqini 2 dəfə artırmaq deməkdir. V2 onda bərabərdir. K vurulsun 2PA vurulsun 2PB'nin kubu. Hər iki təzyiqi 2 dəfə artırdıq. PA 2 dəfə artdı. 2 kubu bərabərdir 2 üstü 4. Ümumilikdə sürət 2 üstü 4 dəfə artar. Yəni 2 üstü 4 də bərabərdir 16. Sürət 16 dəfə artar. Biri müəyyən elədik 16. İndi keçirik 2-yə. B maddəsinin qatılığını 2 dəfə azaldıb A maddəsinin qatılığını 2 dəfə artırsaq. İndi sürətin qatılıqdan asılı olan düsturunu yazırıq. K vurulsun SA vurulsun SB üstü 3. Deyir ki, B maddəsinin qatılığını 2 dəfə azaldıb. Gəlin B maddəsinin V bərabərdir V2. K vurulsun. A maddəsinin qatılığını 2 dəfə artıraq. 2 vurulsun SA vurulsun. B maddəsinin qatılığını 2 dəfə azaldıb. SB bölünsün 2'nin kubu. Onda V2 də buradan bərabərdir uşaqlar. K vurulsun. Deməli 2 SA vurulsun. SB bölünsün 8. İxtisarlarımızı aparırıq 4 dəfə. Deməli uşaqlar 4 dəfə azalar. SB bölünsün 4 alında. V2 nəyə bərabər oldu? K vurulsun. SA vurulsun. SB bölünsün 4. Deməli reaksiyanın sürəti 4 dəfə azalmış oldu. Cavabları müəyyən elədik. Keçirik 5-ci suala. Tarazlıqda olan kimyəvi reaksiyanın tənliyini tərtib edin. Gəlin ilk öncə kimyəvi reaksiyanın tənliyini tərtib edək. 5-ci sualda 1. Uşaqlar, diqqətlə baxın. D maddəsi 0 nöqtəsindən başlayıbsa, D maddəsi reaksiya nəticəsində alınan maddədir. Reaksiya nəticəsində alınan maddə qrafikdə 0 nöqtəsindən başlayır. Çünki başlanğıcda həmin maddəmiz yoxdur. Müəyyən bir qatılıqdan başlayan maddələr də reaksiya daxil olan maddələr. Deməli, reaksiya A və B maddələr daxil olub, reaksiya nəticəsində də D maddəsi alınıb. Tənliyini tərtib edin. Tənliyi tərtib etdik. Tənliyi tərtib etmək üçün mol miqdarlarını da tərtib etməliyik.
Gəlin qrafikə əsasən başlanğıc mol miqdarını, sərf olunan mol miqdarını, bir də başlanğıc qatılıq, sərf olunan qatılıq, bir də tarazlıq qatılığını müəyyən eləyək. Tarazlıq qatılığını müəyyən eləyək. Gəlin müəyyən eləyək. Deməli uşaqlar, B-nin başlanğıc qatılığı neçə moldur? 5 moldur. 5 moldan gəlir 2 mola. Deməli tarazın qatılığı oldu 2 mol. Neçə mol sərf olundu? 3 mol B sərf olundu. Keçirik A-ya. A-nın başlanğıc qatılığı 3 mol bölünsün litrdir. Gəlir 1-ə. Deməli tarazın qatılığı 1 mol bölünsün litr. Tarazlıq qatılığı artıq qalan maddə demək. Yəni tarazlıqda bu maddədən bu qədər artıq qalıb. Sərf olunan qatılığı nə qədər oldu? 3-dən 1 çıxırıq 2. Deməli 2 mol bölünsün litrdə A-nın sərf olunan qatılığıdır. Nə qədər D maddəsi əmələ gəlib? 4 mol bölünsün litr D maddəsi əmələ gəlib. D maddəsinin onda tarazlıq qatılığı elə onun sərf olunan qatılığına bərabərdir. Çünki reaksiya məhsulunun demişdim ki, tarazlıq qatılığı sərf olunan qatılığına bərabərdir. Həm tarazlıq, həm də sərf olunan qatılığını müəyyən elədik. Reaksiya tənliyini əmsallaşdırmaq üçün sərf olunan qatılıqdakı mol miqdarlarını götürürük. Çünki sərf olunan qatılıq elə reaksiyadakı maddələrin mol miqdarı ilə düz mütənasib asıllıqda olur. Deməli 2 mol A reaksiyaya daxil olar, 3 mol B reaksiyaya daxil olar, 4 mol da D maddəsi alınır. Biri yazdıq, reaksiya tənliyini yazdıq və əmsallaşdırdıq. Tarazlıq sabitini hesablayın. Tarazlıq sabiti tarazlıq qatılıqlarına görə hesablanır. K tarazlıq sabiti bərabərdir. Deməli D-nin qatılığı üstü 4 bölünsün. Deməli A-nın qatılığının kvadratı vurulsun B-nin qatılığının kubu. Deməli D nədir? 4 üstü 4, yəni 4-ün kvadratı vurulsun 4-ün kvadratı bölünsün. A nədir? 2-nin kvadratı. A nə idi uşaqlar? A-nın tarazlıq qatılığı 1-dir. 1-in kvadratı elə 1, bu biz lazım deyil. B-nin tarazlıq qatılığı neçədir? 2-dir. Vurulsun 2-nin kubu. 2-nin kubu 8, 4 dəvədə 2, 4 üstü 2-də 16, 2 artıq qalır. Bölünəndə də 16-nı 8-ə böləndə 2 dəfə bölünür. 4-ün kvadratı neçədir uşaqlar? 16. 16 dəvədə 2, 32. Deməli tarazlıq sabit də bərabərdir 32. Uşaqlar, kitabın arxasına cavab 8 verilib. Bu sualda mexaniki bir səhvlik var. Çünki biz hesablama apardıq. Gördük ki, cavabımız 32-dir. Yenə əgər mən səhvə yol verirəmsə, rəylər bölməsində bildirə bilərsiniz. Bəlkə gözümdən qaçan bir nüans olub. Hər hansı bir hesablamada səhvə yol vermişəm. Rəylər bölməsində bildirə bilərsiniz. 6-cı sual. Temperatur əmsalını verib 2, reaksiyanı verib. Reaksiyanı 4 dəfə sürətləndirmək üçün temperaturu neçə dərəcə artırmaq lazımdır? Gəlin baxaq. 6-cı sual. Reaksiyanı verib. Deyir ki, reaksiyanı 4 dəfə sürətləndirmək üçün. Yəni V2 bölünsün V1 bərabərdir 4. 4 dəfə sürətləndir. V2-nin sürəti V1-in sürətindən 4 dəfə çoxdur. Qammanı bizə verib 2-dir. Deyir, temperaturu neçə dərəcə artırmaq lazımdır? Yəni, delta T bərabərdir sual. Bizdən delta T-ni istəyir. Neçə dərəcə artırmaq, neçə dərəcə azaltmaq? Bunlar delta T-dir uşaqlar. Məsələn, gəlin bunun necə delta T olduğunu deyim. Tutaq ki, temperatur 10 dərəcə Selsidən 30 dərəcə Selsiyə qalxır. Bizə deyir ki, temperaturu neçə dərəcə dəyişdik? Yəni, neçə dərəcə artırdıq temperaturu? 20 dərəcə Selsiyə artırdıqda T2-dən çıxdıq T1-i. Cavab da oldu 20 dərəcə Selsiyə. Temperaturu deməli neçə dərəcə dəyişməsi demək, T2 çıxılsın T1 deməkdir. Yəni, delta T. Bu hissə də tam aydın oldu. Keçir indi uşaqlar düsturda yerinə yazmağa da. Deməli, V2 bölünsün V1 bərabərdir. Qamma üstü delta T bölünsün 10. V2 bölünsün V1 4 bərabərdir 2 üstü delta T bölünsün 10. 4 uşaqlar 2 üstü 2'dir. Gəlin yazaq. 2 üstü 2 bərabərdir 2 üstü delta T bölünsün 10. Üstləri bir-birinə bərabər eləyirik. Delta T bölünsün 10 bərabərdir 2. Delta T də bərabərdir 22. Deməli, temperaturu 20 dərəcə artırmaq lazımdır. Keçirik 2-yə və ya reaksiya baş verən qabın həcmini neçə dəfə azaltmaq lazımdır? Uşaqlar, qabın həcmindən danışırsa, qabın həcmindən təzyiq uşaqlar bir-birlərlə tərs mütənasib asılıdır. Necə asılıdır? Diqqətlə baxın. Təzyiqlə dedim, tərs mütənasib asılıdır. Tutaq ki, bir dənə iri qabımız var. İçərisində 2 mol qaz var. Bir dənə də balaca qabımız var. Onun da içərisində 2 mol qaz var. Uşaqlar, 2 mol qaz balaca qabın içərisində sıx yerləşməyə başlayacaq. Bir-birlərlə toqquşmaları, divara toqquşmaları daha sürətli olacaq. Amma 2 mol qaz böyük qabın içərisində seyrək yerləşəcək. Yəni, onun təzyiqi az olacaq. Divara, yəni bir-birlərlə toqquşması ikinci qaba nisbətən daha aşağı olacaq. Ona görə qabın həcmi ilə təzyiq bir-birlərindən tərs mütənasibdir. Qabın həcmi nə qədər böyük olsa, təzyiq bir o qədər az.
Qabın həcmi nə qədər kiçik olsa, təzyiq bir o qədər çox olur. İndi sürətin təzyiqdən asılı düsturuna baxırıq. V bərabərdir K vurulsun PA-nın kvadratı vurulsun PB. Davamını oxuyaq. Reaksiyanı qabın həcmini x dəfə azaltmaq lazımdır ki, reaksiya 4 dəfə sürətlənsin. Tutaq ki, qabın həcmini x dəfə azaldırıq. Bilmirik x neçədir. Qabın həcmi x dəfə azalanda təzyiq x dəfə artacaq. Gəlin hər bir təzyiqi x dəfə artıraq. Sürət deyir 4 dəfə artsın. 4v bərabərdir K vurulsun. PA-nı x dəfə artırırıq. XPA kvadratı vurulsun XPB. Hər birini deməli x dəfə artırdıq. 4v bərabərdir K vurulsun x-in kvadratı PA vurulsun XPB. Uşaqlar, indi bizə v deməli bərabərdir K vurulsun PA kvadratı PA kvadratı vurulsun PB deyildi. İndi gəlin x-ləri buradan çıxaraq bir xaricə. 4 bərabərdir sürət 4 dəfə artdı x kubu. X də bərabərdir kök altında 3-cü dərəcədən 4. Deməli sürəti deməli qabın həcmini kök altından 3-cü dərəcədən 4 dəfə azaltmaq lazımdır ki, təzyiq bu qədər artsın, reaksiyanın sürəti 4 dəfə artsın. Kitabın arxasına cavab verib 4. Uşaqlar 4 deyil. 4 hesablama apardıq, gördük ki, təzyiqi 4 dəfə artıranda onda 4-ün kvadratı 16 vurulsun 4. Uşaqlar, sürət 4 dəfə 64 dəfə artmış olacaq. Cavabı da müəyyən elədik. X bərabərdir kök altında 3-cü dərəcədən 4. İndi keçirik 7-ci suala. Yenə də deyirəm, hər hansı bir mexaniki səhvliyə yol verirəmsə, hesablamada səhvə yol verirəmsə, rəylər bölməsini bildirə bilərsiniz. 7-ci sual, qapalı qabda eyni mol miqdarda götürülmüş H2 və O2-nin reaksiyası sonunda hidrogenin 50% sərf olunmuş qabda 5 mol su əmələ gəlir. Reaksiya başlamazdan əvvəl, reaksiya başa çatdıqdan sonra qabda olan maddələrin ümumi mol miqdarını hesablayın. 7-ci sual, qapalı qabda hidrogenlə oksigen reaksiyaya daxil olacaq və H2O əmələ gələcək. Reaksiya tənliyini əmsallaşdırırıq. Baş verən reaksiyanın sonunda hidrogenin 50% sərf olunmuş. Gəlin yazaq. Başlanğıc mol miqdarları, sərf olunan mol miqdarları, tarazlıq mol miqdarları. Başlanğıcda tutaq ki, uşaqlar götürək x mol hidrogen. Deyir, hidrogenin 50% sərf olunmuş. 0,5x mol hidrogen sərf olunur. Onda 0,5x mol hidrogen artıq qalır tarazlıqda. Uşaqlar, dedim ki, sərf olunan qatıqlar mol miqdarlarından düz mütənasibdir. 0,5 mol x reaksiyaya daxil olursa 0,25 mol x 0,25 mol x O2 reaksiyaya daxil olacaq və reaksiya nəticəsində elə 0,5x mol H2O alınacaq. Demişdim ki, H2O-nun uşaqlar sərf olunan qatılığı reaksiya məhsulu olduğuna görə sərf olunan qatılığı elə onun tarazlıq qatılığına bərabərdir. Tarazlıq moluna bərabərdir. Tarazlıq molu da oldu 0,5x. Deyir, qabda 5 mol su əmələ gəlmişsə. Deməli, deyir, qabda 5 mol su əmələ gəlir. Onda bizə verir 0,5x bərabərdir 5. X də bərabərdir 10. Deməli, x-i müəyyən elədik 10 bərabərdir 5. Gəlin yerlərinə yazaq. Bərabərdir 5. 5. X-in yerinə hamısını 10 yazıram. Bərabərdir 10. Bərabərdir deməli 2,5. Davam edir. Reaksiya başlamazdan əvvəl və reaksiya başa çatdıqdan sonra qabda olan maddələrin ümumi mol miqdarını hesablayın. Sonunda deməli oksigen reaksiyanın sonunda hidrogenin 50% sərf olmuş və qabda 5 mol su əmələ gəlmişdir. Uşaqlar, reaksiya başlamazdan əvvəl qabda 10 mol hidrogen var idi. Uşaqlar, bizə deyir ki, eyni mol miqdarda götürülüb. Hidrogenlə oksigen eyni mol miqdarda götürülübsə, onda oksigende 10 mol götürüləcəkdir. Deyir, başlanğıcda qapalı qabda eyni mol miqdarda hidrogen və oksigen götürülüb. Reaksiya başlamazdan əvvəl qabın içərisində 10 mol hidrogen var idi, 10 mol da oksigen vardı. Başlanğıc qatılıq. Onda 1-ə getdi 20 mol. Reaksiya başlamazdan əvvəl 20 mol qazımız var. Bir də reaksiya başa çatdıqdan sonra uşaqlar tarazlıq mol miqdarlarına baxırıq. 5 mol hidrogen artıq qalacaq, üzərinə gəlinsin. 10 mol oksigenden 2,5 mol reaksiyaya daxil olacaq. 7,5 mol artıq qalacaq, üzərinə gəlinsin 7,5. 5 mol da H2O əmələ gələcək, üzərinə gəlinsin 5. Cavab da oldu 17,5. 17,5 mol deməli qabda maddə olacaq reaksiyadan sonra. Keçirik 8-ci suala. 8-ci sual. X və Y qazları arasında baş verən reaksiya zamanı X-in qatılığı 3 dəfə azaldıqda, Y-in qatılığı 3 dəfə artdıqda reaksiyanın sürəti 3 dəfə artır. Kimyəvi reaksiyanın kinetik tənliyini tərtib edin. Gəlin tərtib eləyək.
8-ci sual. V-nin deməli kinetik tənlik uşaqlar sürətin qatılıqdan asılı olduğu tənlikdir. K vurulsun Cx vurulsun Cy. Deməli x-in qatılığı deyir 3 dəfə azaldıqda, y-in qatılığı isə 3 dəfə artdıqda vurulsun 3. Reaksiyanın sürəti 3 dəfə artmış olur. Uşaqlar x-in qatılığı 3 dəfə azaldanda gərək y-in qatılığının y-in kvadratını 3 dəfə artırmaq lazımdır ki, sürət 3 dəfə artmış olsun. Necə? V bərabərdir K vurulsun Cx vurulsun Cy deyildi. Tutaq ki 3 dəfə artıraq. 3V bərabərdir K vurulsun Cx bölünsün 3 vurulsun 9 Cy. İxtisar gedir 3 dəfə. Deməli sürət də 3 dəfə artmış olur. 3-lər də ixtisar getdi. Yuxarıdakı tənliyə alındı. Deməli sürətin 3 dəfə artması üçün y-in kvadratı olmalıdır. Deməli x kinetik tənliyi gəlin tərtib eləyək uşaqlar. Onda kinetik tənliyimiz də bu şəkildə olacaq. V bərabərdir K vurulsun Cx vurulsun Cy-in kvadratı. Y-in kvadratı yazmalıyıq ki, sürət 3 dəfə artmış olsun. Birinci kinetik tənliyi müəyyən elədi. Keçirik ki, x ilə y-in qatılıqlarının 3 dəfə artması zamanı reaksiya sürətinin neçə dəfə artdığını hesablayın. X ilə y-in qatılıqları 3 dəfə artması zamanı. Keçdik 2-yə. V bərabərdir yuxarıda tənliyi yazmışıq. Deyir x-in qatılığı da 3 dəfə artsın, artıraq. 3 vurulsun Cx vurulsun. Y-in qatılığı da 3 dəfə artsın. 3 Cy-in kvadratı. Deyir sürət neçə dəfə artar? 3 vurulsun 3 üstü 3 9. 3 dəfə 9 27. Sürətimiz neçə dəfə artacaq? 27 dəfə artmış olacaq. Keçirik 9-cu suala. Reaksiyanın baş verdiği temperaturları verib, reaksiyanın başa çatma müddəti dəqiqə ilə x-i və temperatur əmsalını müəyyən edin. Gəlin ilk öncə temperatur əmsalını müəyyən edək, daha sonra x-i müəyyən edək. Temperatur əmsalını bizə 2 dənə temperatur verib, 2 dənə də zaman verib. Mən demişdim ki, zamanla sürət bir-birinə tərs mütənasib olduğu üçün düstur bu şəkildə olur. Tau1 bərabərdir Tau2 gamma üstü delta t, yəni t2 çıxılsın t1 bölünsün 10. Amma sürətdə isə V2 bərabər idi. V1 vurulsun gamma üstü delta t bölünsün 10. Gəlin verileri yerinə yazaq. Tau1'i gəlin birinci reaksiyanı götürək aşağıdakı, birinci reaksiyanı götürək yuxarıdakı, ikinci reaksiyanı götürək aşağıdakı. T1, T2 götürək. Deməli bizə Tau1'i verib, Tau1 də olsun 32 bölünsün Tau2 8 bərabərdir. Gamma üstü gammanı müəyyən edirik. T2'ni verib bizə, ikincisi oldu T2. T2 oldu uşaqlar 50 dərəcə, çıxılsın 30 dərəcə bölünsün 10. 8'in 32'ye olan nisbəti 4 eləyir. 4 bərabərdir. Gamma üstü 50'den 30 çıxanda 20'ni də 10'a böləndə 2. 2 üstü 2 bərabərdir. Gamma üstü 2. Gamma da bərabərdir 2. Deməli temperatur əmsalını müəyyən elədik 2. İndi keçirik birincisini müəyyən eləmək, yəni x. Uşaqlar yuxarıdakı düsturu tərsinə yazırıq. Bayaq yuxarıdakı x üçün hesabladıq. İndi aşağıdakı x üçün hesablayırıq. Baxın. Tutaq ki aşağıdaki x üçün də olsun, T2 olsun 60 dərəcə, T1 də olsun 50 dərəcə. İndi başqa bir reaksiya üçün hesablayaq. Bu da oldu zaman 1, yəni tau 1, bu da oldu tau 2. Gəlin indi hesablayaq. Yuxarıdakı tənliyi yerinə yazaq. Tau 1 8 bölünsün x bərabərdir. Gammanı müəyyən elədik 2, 2 üstü. Delta t'ni yazaq uşaqlar. Delta t 60 dərəcədən 60 dərəcə çıxılsın 50 dərəcə bölünsün 10. 8 bölünsün x bərabərdir 2 üstü 1, yəni 2. X də bərabərdir 4. X-i də müəyyən elədik. Temperatur əmsalını da müəyyən elədik. Keçirik 10-cu suala. %136 qram amonyakın katalitik oksidləşməsinə 20 saniyə vaxt sərf olunur. Reaksiya oksigenə, suya görə sürətlərini müəyyən edin. Yəni 10-cu sualı bir yazaq. Uşaqlar 10-cu sualı biz həll eləyə bilmirik. Bizə amonyakın kütləsini verib MnH3 bərabərdir 136 qram. Daha sonra oksidləşməsi zamanı 20 saniyə vaxt sərf olunub. Zamanı da verib tau bərabərdir 20 saniyə. Delta tau'nu da verib 20 saniyə. Daha sonra amonyakın MR'ini də verib molyar kütlə də bərabərdir 17 qram.
Bizə deyir ki, reaksiyanın oksigenə və suya görə sürətini müəyyən edin. Uşaqlar, amonyakı oksidləşdirəndə NH3 üzərinə gəlinsin oksigen, reaksiya nəticəsində alınacaq NO üzərinə gəlinsin H2O. Yəni NO alınacaq, bir də H2O alınacaq. Oksigenə görə sürət də tapa bilərik, suya görə sürət də tapa bilərik. O öz yerində. Amma reaksiya sürət düsturu necədir? V bərabərdir delta S bölünsün delta tau. Delta tau'nu verib öz yerində. V bərabərdir delta S də bərabərdir nü bölünsün V vurulsun delta tau. Düzdür? Onda V də bərabərdir. Nü necə müəyyən eləyə bilərik? Kiçik M bölünsün molyar kütlə vurulsun V vurulsun delta tau. Uşaqlar bizə kiçik M-i verib, molyar kütləni verib, delta tau'nu verib, amma V-ni verməyib. Yəni həcmi verməyib. Bizə həcmi verməyibsə necə tapaq reaksiyanın sürətini? Bir reaksiyanın sürətini tapaq, bir də həcmi mümkün deyil axı. Bir dənə tənlikdə 2 dənə bərabər, yəni 2 dənə verilməyən ədəd tapmaq. Kitabın arxasındakı cavaba görə uşaqlar, yəni V-ni 1 götürüblər, V-ni 1 götürüblər, amma reaksiyada verilmədiyinə görə biz V-ni burada hesablaya bilmərik. İndi V-ni 1 götürüb cavabı tapa bilərik, amma bu reaksiyanın əslində yarımçıqdır. Çünki bizə V verilmir. V-ni vermək lazımdır ki, biz reaksiyanı həll eləyək. Bir daha deyirəm, cavaba görə V-nin 1 olduğunu düşünürük. Çünki hesablayanda görünür ki, cavab V 1'dir. Həcmi 1 götürüb məsələni həll eləyirik. Birinci, biz amonyaka görə sürəti tapırıq. NH3. Əslində bunu həll eləməməliyik, çünki V verilmir. Amma yenə də V 1 olsaydı necə həll olunardı, onu göstərirəm. Amonyaka görə sürət bərabərdir. Deməli, kiçik M-i vermişdi 136 qram. Böyük M-i vermişdi 17 qram. V-ni kitabın arxasındakı cavaba görə müəyyən elədik ki 1'dir. Delta tau'nu da verdi 20 saniyə. Gəlin indi hesablamamızı aparaq. 20'ye ixtisar getdi 34 dəfə. 34 136'ya ixtisar getdi 4 dəfə. 4'ün də ona olan nisbəti 0,4. İndi reaksiya tənliyini gəlin bir əmsallaşdıraq uşaqlar. 4 mol. Oksigenlərin sayı 2 mol. Yox, 2 mol yox. 6 mol. Oksigenin sayını 6, 4, 5 mol. Reaksiya tənliyi əmsallaşdım. Uşaqlar, NH3'ün sürəti uşaqlar 0,4 isə demişdim ki, reaksiyada hər bir maddənin sürəti mol miqdarı ilə düz mütənasibdir. Yəni 4 mol NH3 reaksiyaya daxil olur. Sürəti 0,4 mol bölünsün litr vur saniyədir. Onda oksigenin sürəti də olacaq 4 mol amonyakla 5 mol oksigen reaksiyaya daxil olursa 0,4 amonyakın sürəti olanda amonyaka görə sürət olanda oksigenə görə sürət olsun x. X də bərabərdir. 5 vurulsun 0,4 bölünsün 4. İxtisarlarımızı aparırıq 0,1 bərabərdir 0,5. Deməli oksigenə görə sürət neçə oldu? 0,5. Bir də suya görə sürət istəyir. Uşaqlar 4 mol NH3 əmələ gələndə 6 mol su əmələ gəlir. 0,4 NH3-ün sürətidirsə onda suyun sürətini götürək y. Yenə gəlin hesablamamızı aparaq. Y bərabərdir 6 vurulsun 0,4 bölünsün 4. İxtisarımızı aparırıq 0,1 dəfə. Y də bərabərdir 0,6 mol bölünsün litr vur saniyə. Deməli Y-ə görə sürət oldu 0,6. Oksigenə görə sürət oldu 0,5. Dedim ki, reaksiyada hər hansı bir maddənin sürəti onun mol miqdarı ilə düz mütənasib asılıqda olur. Keçirik 11-ci suala. Həcmi verib 2 litr olan qabda. Qabın həcmini bizə verdi. V bərabərdir 2 litr. 5 saniyə ərzində tau'nu da verdi 5 saniyə. Saxaroza məhlulunun turş mühitdən hidrolizi 90 qram saxaroza alınmışdır. Saxarozanın uşaqlar bizə neçə qram alındığını da verib. Kiçik M bərabərdir 90 qram. Bayaqki kimi deyir uşaqlar. Görürsünüz, burada artıq qabın həcmini verib. Saxarozanın hidroliz tənliyini yazın. Saxarozanın hidroliz tənliyini gəlin yazaq. Saxarozanın formulunu da görmüş olacaqsınız ki, molyar kütləsini müəyyən eləyə biləsiniz. Birinci, saxarozanın hidroliz tənliyini yazırıq. Saxarozanın uşaqlar tərkibi C12, H22, O11'dir. Hidrolizə uğradıqda alınacaq uşaqlar C6, H12, O6, 2 mol, deməli 1 molda C6, H12, O6. Biri uşaqlar glikozadır, bir də fruktozadır. Yəni bunlar ayrı-ayrı maddələrdir. Nə olsun ki, formulları eynidir. İzomer maddələr kimi düşünün də. Davam eləyirik. Deməli, reaksiya tənliyini əmsallaşdırmağa ehtiyac yoxdur. Çünki əmsallaşıb. Reaksiya hidroliz tənliyini yazdıq. Deməli, hidrolizin sürətini hesablayın.
Gəlin uşaqlar hidrolizin sürətini hesablayaq. V bərabərdir delta S bölünsün delta tau. Gəlin delta S'ni indi ifadə eləyək. Bayaq ifadə elədik. Kiçik M bölünsün, böyük M vurulsun. V vurulsun delta tau. Uşaqlar indi gəlin böyük M-i müəyyən eləyək. Böyük M yəni saxarozanın molyar kütləsini müəyyən eləyək. 12-ni 12-yə vuranda 90 qram qlikozanın bizə qlikozanın sürətini verib, qlikozanın kütləsini verib, ona görə sürəti qlikozaya görə hesablayırıq. Qlikozanın formulunda uşaqlar baxın, 6 dəfə 6 vurulsun 12 üzərinə gəlinsin, 12 üzərinə gəlinsin, 6 vurulsun 16 bərabərdir. Bərabərliyi gəlin müəyyən eləyək. 72 üzərinə gəlinsin 12, üzərinə gəlinsin 6 dəfə 6 36, 96. 10, bir yadda, 10, 17, 18, 180. Deməli, saxarozanın molyar kütləsini müəyyən elədik, 180 qram. Gəlin yazaq, 90 qram kütlə idi, ümumi kütlə, bizə verilən kütlə. 180 qram molyar kütlə, həcmi veriblər 2 litr, delta tau da veriblər 5 saniyə. 18 ilə 90 ixtisar gedir 2 dəfə və də uşaqlar bərabərdir. 20'də 1, yəni 0,5 mol bölünsün, litr vur saniyə. Deməli, hidrolizin sürətini müəyyən elədik, 0,5. Keçirik indi 12-ci sual. Uşaqlar, bir dənə diqqətlə baxın. Hidrolizin sürəti dedikdə, hidrolizin sürəti buradakı bütün maddələr 1 mol olduğuna görə hidrolizin sürətini, yəni maddəyə görə, xüsusi bir maddəyə görə sürət istəmir. Məsələn, qlikozanın sürətini tapsam, yenə hidrolizin sürətini tapacağam. Hamısı 1 mol olduğuna görə istənilən maddənin sürətini tapsaydım, hidrolizin sürəti olacaqdı. Keçirik 12-ci suala. Deməli, qammanı istəyir. Bir də temperatur 10 dərəcə Selsidən 30 dərəcə Selsiyə qədər artırdıqda sürətin neçə dəfə artdığını istəyir. Gəlin 12-ci suala bir baxaq. Aparılan temperaturu bizə verir. Deməli, delta T nəyə bərabərdir uşaqlar? 10 dərəcə. Sürətlərini verib, V2-ni verib, V1-i verib. Gəlin indi qammanı müəyyən eləyək də. V2 bölünsün, V1 bərabərdir. Qamma üstü delta T bölünsün 10. V2 neçədir? 0,8. V1 neçədir? 0,2 bərabərdir. Qamma üstü delta T 10'da 10 bölünsün 10. 1. Deməli 4 bərabərdir. Qammanı müəyyən elədik uşaqlar 4. Bizə deyir ki, temperatur əgər 10 dərəcədən 30 dərəcəyə çıxsaydı, onda delta T nəyə bərabər olacaqdı? 20 dərəcəyə. Sürətin neçə dəfə artdığını hesablayın. Gəlin hesablayaq uşaqlar. Bizdən sürətin neçə dəfə artdığı, yəni V2 bölünsün V1 nisbətini istəyir. V2 bölünsün V1 də bərabər nə demişdik? Qamma üstü delta T bölünsün 10. Bayaq da uşaqlar qammanı müəyyən elədik. Qamma 4'dür. 4 üstü 20 bölünsün 10. Sıfırlar ixtisar gedir. 4'ün kvadratı 16. Sürət də 16 dəfə artacaq. Baxın, V2 bölünsün V1. Sürətin neçə dəfə artdığı, sürət 16 dəfə artar. Bir burada V2-ni, V1-i müəyyən eləməyimizi istəmir. V2 bölünsün V1-i müəyyən eləməyimizi istəyirdi. Keçirik 13-cü suala. Qrafik əsasən X, Y, Z-in alınması ilə baş verən reaksiyada X, Y arasında Z-in alınması ilə baş verən reaksiyada maddələrin qatılığının zamanı asılı qrafiki verilib. Cavab vərəqini tamamlayın. Reaksiyanın tənliyini yazın və əmsallaşdırın. Gəlin yazaq. Uşaqlar, 13-cü sual. Reaksiyaya uşaqlar daxil olan maddələr hansı maddələrdir? X və Y maddələri. Çünki müəyyən bir qatılıqları var. Amma uşaqlar Z maddəsi, baxın, heç bir maddə sona qədər gəlib çatmadığına görə bu reaksiya dönər reaksiya oldu. Dönməyən reaksiyalarda bir maddə tamamilə qutarır. Burada heç bir maddə qutarmadığına görə bu reaksiya dönər reaksiyadır. Davam edirik. Uşaqlar Z 0 nöqtəsindən başlayıb deyə reaksiya nəticəsində alınan maddədir. Ona görə reaksiya nəticəsində alınan maddəni də yazdıq. Başlanğıc qatılıq, indi mol miqdarlarını müəyyən eləmək üçün sərf olunan qatılıqları müəyyən eləməliyəm. Sərf olunan qatılıq elə reaksiyadakı maddələrin mol miqdarıdır. Bunu demişdim. Tarazlıq qatılığı. Gəlib müəyyən edəyəm. X-in başlanğıc qatılığı 7'dir. 6 molu artıq qalır. Yəni tarazlıq qatılığı 6 moldur. Tarazlıqda olanda 6 molu artıq qalır. Deməli 1 molu sərf olunub. Deməli Y-in başlanğıc qatılığı 7'dir. 4 molu artıq qalıb. Deməli 3 molu sərf olunub. Z-in uşaqlar sərf olunan qatılığı 2'dir. Deməli tarazlıq qatılığı da 2'dir. Nə qədər sərf olunubsa o qədər də tarazlıqda alınıb. Çünki reaksiya məhsulunun tarazlıq qatılığı elə onun sərf olunan qatılığıdır. Deməli sərf olunan qatılıqları gəldiyimizdə 1 mol X
X 3 mol Y ilə 2 reaksiyaya daxil olur. 2 mol da Z alınır. Reaksiya tənliyini yazdıq və əmsallaşdırdıq. 1 getdi. Keçdik 2-yə. Y-in sərf olunma sürəti neçə mol Y-imiz sərf olunub? Yəni sərf olunan Y-in qatılığı neçə moldur? Qatılığı 3 mol bölünsün litrdir. Z-in əmələ gəlmə sürəti neçə mol Z-imiz əmələ gəlib? 2 mol bölünsün litr qatılığı Z əmələ gəlib. Uşaqlar, gəlin indi sürəti yazaq. Gəlin ilk öncə sürəti Y-ə görə yazaq. Və Y bərabərdir delta SY bölünsün delta tau. Düz deyil. Daha sonra keçirik 2-yə və Z üçün yazaq. Və Z bərabərdir delta SZ bərabər bölünsün delta tau. Uşaqlar, delta taular bir-birinə bərabərdir. Hardan biləm? Çünki qrafikə baxın, hamısı eyni nöqtədədir. Yəni T1 nöqtəsindədir. Delta taular bizə lazım deyil. Onda VY bölünsün VZ, yəni nisbətini istirdi, bərabərdir. SY-in qatılığı bölünsün SZ-in qatılığı. Y-in sərf olunan qatılığını müəyyən eləmişdik. Neçə idi? 3. Z-in sərf olunan qatılığı neçədir? 2. 3-ün 2 olan nisbəti 1,5. Deməli, nisbəti müəyyən elədik 1,5. 2-yə də getdi 1,5. Keçirik indi 3-ə. X-in tarazlı qatılığı, uşaqlar, X-in tarazlı qatılığı da 6'dır. Baxın, 6 qatılığı da tarazlıqdadır. Keçirik 14-cü suala. Reaksiyasının oksigenə görə sürətini bizə verib 10 saniyə müddətində 2 litrlik qabda baş verən reaksiya zamanı neçə qram hidrogen yanmışdır? Hidrogen yanmışdır deyirsə, deməli oksigenə görə sürəti nə qədərdir? 0,2. Hidrogenə görə sürət də olacaq 0,4. Dedim ki, mol miqdarı ilə düz mütənasib asılıdır. Deməli, reaksiyanın hidrogenə görə sürəti oldu 0,4 mol bölünsün litr vur saniyə. Zamanı bizə verib tau bərabərdir, delta tau bərabərdir 10 saniyə. 2 litrlik qabda V bərabərdir 2 litr. Neçə qram hidrogen yandığını, kiçik M bərabərdir sual. Hidrogenin molyar kütləsini də bilirik ki, 2 qramdır. Molyar kütləsi hidrogen H2 şəklində yazdıraq uşaqlar. Bəsit maddəsi H2 şəklindədir. Ona görə molyar kütləsi 2 qramdır. Gəlin indi reaksiya düsturunda yerinə yazaq da. Neçə qram yandırmaq lazımdır? V bərabərdir delta S bölünsün delta tau idi uşaqlar. Delta S necə ifadə edirik? Nü bölünsün V, delta nü bölünsün V vurulsun delta tau. Daha sonra nü'nü də yazırıq M bölünsün böyük M, yəni molyar kütlə vurulsun V vurulsun delta tau. V'ləri gəlin uşaqlar indi yerinə yazaq. Reaksiyanın sürəti bərabərdir. Kiçik M. Reaksiyanın sürətini bizə verib neçədir? Hidrogenin sürətini bayaq müəyyən elədik. 0,4'dür. 0,4 bərabərdir. Kiçik M bölünsün. Molyar kütləni müəyyən elədik. 2 qram. V'ni verib 2. Delta tau da 10. 10'u vurduq 0,4'e vergi sağa getdi. M də bərabərdir. 4 dəfə 4, 16 qram. Deməli, M'i müəyyən elədik 16 qram. Hidrogen, neçə qram hidrogen yandığını müəyyən elədik. Və neçə qram su alındığını müəyyən elədik. Uşaqlar, reaksiya tənliyinə baxın. 4 qram hidrogen əmələ gələndə 2 mol su, yəni 36 qram su əmələ gəlir. 16 qram hidrogen əmələ gəlsə neçə qram su əmələ gələcək? Tutaq ki, Y qram su əmələ gələcək. Gəlin Y-i hesablayaq. Y bərabərdir 36 vurulsun 16 bölünsün 4. Tənasüblə həll edirik. 4'ə xəsar getdi 4 dəfə. 4 dəfə 6, 24, 2 yadda, 12, 13, 14, 144 qramda su əmələ gələcək. Keçdik 15-ci suala. Azot və hidrogen arasında baş verən reaksiya zamanı reaksiyaya daxil olan maddələrdən birinin kütləsinin zamandan asılılıq qrafiki verilib. Reaksiyaya daxil olan maddələrin kütlələrinin zamandan asılılıq qrafiki verilib. Qrafikə əsasən T müddətində deməli, sərf olunan azotun mol sayını hesablayın. Gəlin hesablayaq da uşaqlar. 15-ci sual. İlk öncə azotun hidrogenlə olan reaksiyasını yazırıq. N2 üzərinə gəlsin H2. Reaksiya nəticəsində alınacaq 2 mol NH3. Reaksiya tənliyini, yox 2 nədir? Hidrogenin qarşısına 3. Reaksiya tənliyini əmsallaşdırırıq. Başlanğıc mol miqdarı, sərf olunan mol miqdarı, bir də tarazlıqdakı mol miqdarı. Gəlin baxaq. Deməli, yox, mol miqdarı yox. Burada artıq kütlədən danışır. Yəni, burada artıq biz kütlədən danışmalıyıq. Deməli, deyir ki, başlanğıcda 40 qram uşaqlar azot götürüblər. 40 qram da hidrogen götürüblər. Normalda 28 qram azotla 6 qram hidrogen reaksiyaya daxil olurdu. Deməli, 40 qram
azotdan 26 qram azot artıq qalıb. Deməli, neçə qram azot reaksiyaya daxil olub? 14 qram azot reaksiyaya daxil olub. 14 qram azot reaksiyaya daxil olacaq 3 qram hidrogenlə. Tənasübə görə müəyyən elədik. O 28 qram azot 6 qram hidrogenlə reaksiyaya daxil olurdsa, 14 qram azotda 3 qram hidrogenlə reaksiyaya daxil olacaq. Deməli, qrafikə əsasən eni müəyyən elindir. 3 qram hidrogenlə reaksiyaya daxil olacaq. Deməli, başlanğıcda da 40 qram hidrogenimiz var idi. 40 çıxılsın 3 bərabərdir 37. 37 qram hidrogen də artıq qalacaq. N də bərabərdir 37. Deməli, eni müəyyən elədik 37. Azotun mol sayını deyir, sərf olunan azotun mol sayı. Uşaqlar, 2-ni müəyyən elədik. İndi keçirik 1-ə. Uşaqlar, neçə qram azot sərf olunur? 14 qram. Uşaqlar, 14 qram azot neçə moldur? Bilmirik. Yazaq x mol. 1 mol azot neçə qramdır? 1 mol azot 28 qramdır. Gəlin indi x-i müəyyən eləyək. İxtisar getdi 2 dəfə. X də bərabərdir 0,5 mol. Deməli, 0,5 mol azot sərf olunacaq. 16-cı sual. 12 mol azot x mol hidrogen arasında qapalı qabda baş verən reaksiyada tarazlıq yaranan zaman azotun mol sayı 2 dəfə azalmış. Qabda 4 mol hidrogen olmuşdu. Gəlin uşaqlar, ilk öncə bir reaksiyanı yazaq. 16-cı sual. Azotla hidrogenin reaksiyasını yazırıq. Reaksiya nəticəsində alınacaq amonyak. Reaksiya tənliyini əmsallaşdırdıq. Başlanğıc mol miqdarı, sərf olunan mol miqdarı, bir də tarazlıq mol miqdarı. Deyir, 12 mol azot, x mol hidrogen arasında qapalı qabda reaksiya baş verir. Başlanğıcda deməli 12 mol azotumuz var, x molda hidrogenimiz var. Tarazlıq yaranan zaman azotun mol sayı 2 dəfə azalmış. Tarazlıq yarananda deməli 6 mol azot tarazlıq yaratmış. Çünki azotun mol sayı deyir 2 dəfə azalmış. Onda sərf olunan azotun mol miqdarı nə qədər olacaq? 6 mol. Qabda 4 mol hidrogen olmuşdu. Deməli, tarazlıq qanununda 4 molda hidrogen olub. Deməli, sərf olunan mol miqdarı da uşaqlar olacaq. X çıxılsın 4. Başlanğıc qatılıqdan tarazlıq qatılığını çıxanda sərf olunan qatılığı tapmış oluruq. Deməli, X-i müəyyən eləyindir uşaqlar. Uşaqlar, diqqətlə baxın. 1 mol azot reaksiyaya daxil olanda 3 mol hidrogen alınır. 6 mol azot reaksiyaya daxil olubsa neçə mol hidrogen alınacaq? 18 mol hidrogen alınacaq. Deməli, 6 mol azot reaksiyaya daxil olanda 18 mol da hidrogen reaksiyaya daxil olur. X çıxılsın 4 bərabərdir 18, x də bərabərdir 22. Deməli, x-i müəyyən elədik 22. Bu zaman neçə mol amonyak alındığını müəyyən edin. 6 mol azot reaksiyaya daxil olanda 12 mol amonyak alınacaq uşaqlar. Çünki 1 mol azot reaksiyaya daxil olanda 2 mol amonyak alınırsa, 6 mol reaksiyaya daxil olanda 12 mol da amonyak alınacaq. 2-ni də müəyyən elədik 12. Keçdik indi 17-ci suala. Reaksiyanın baş verdiyi temperaturları verib, bayaq elə bu tipdə sual həll elədik. İlk öncə gəlin temperatur əmsalını müəyyən eləyək. Bu iki deməli sürətli, bu iki müddətlə verib bu səfər, dəqiqə ilə. Deməli, ikisinə görə, 2 dənə temperatura görə gəlin ilk öncə temperatur əmsalını müəyyən edək. 17-ci sual. Sürətdən fərqli olaraq zaman tərsinə idi. Tərs mütənasib olduğuna görə tau 1 bölünsün tau 2 bərabər idi. Gamma üstü delta T bölünsün 10. Delta T T2 olsun 50 dərəcə, T1 də olsun 70 dərəcə. Yox, tərsinə yazaq da T2-ni böyük götürək ki, hesablama asal olsun. T2 olsun 70 dərəcə, T1 də olsun 50 dərəcə. Deməli, tau 1 nə qədər olacaq onda? Tau 1 olacaq 8, 8 bölünsün, tau 2 olacaq 2, bərabərdir. Gamma üstü delta T. T2-dən T1 çıxanda uşaqlar 20 dərəcə qalır. 20 bölünsün 10. 20-ni 10-a böləndə də qaldı 2. 8-in 2-yə nisbəti qaldı 4. 4 də uşaqlar 2 üstü 2-dir. 2 üstü 2 bərabərdir. Gamma üstü 2. Onda gamma da bərabər oldu 2. 1. Temperatur əmsalını müəyyən etdik 2. Keçdi indi 2-yə. İndi gəlin ikinci reaksiya üçün yazaq. Baxın bu iki reaksiya üçün T1 olsun, T2 olsun 50 dərəcə. Bunu artıq vurun. Bu hissə bizə lazım deyil. İkinci dəfə hesablama aparırıq bu reaksiya üçün ki, x-i müəyyən eləyək. T2 də olsun 20 dərəcə. Gəlin indi yenə yazaq. Tau 1 bölünsün tau 2 bərabər idi. Gamma üstü delta T bölünsün 10. Tau 1 neçə götürür uşaqlar? T2 yəni bir dəqiqə. T2 bölünsün T1. Tau 1, tau 2. Deməli, tau 1 x bölünsün 8 bərabərdir. Gammanı müəyyən elədik 2, 2 üstü. 50-dən 20 çıxanda 30, 30-da 10-a böləndə 3. X də bərabərdir 8 dəfə 8, x də bərabərdir 64. X-i də müəyyən elədik 64. Keçdik 18-ci suala.
Reaksiya baş verən sistemdə təzyiqi 2 dəfə artırdıqda düzünə və əksinə gedən reaksiyanın sürəti neçə dəfə dəyişir? İlk öncə düzünə gedən reaksiyanın sürətinin tarazlıqdan asılılıq düsturunu yazıram. K vurulsun PSO2'nin kvadratı vurulsun PO2. Deyir ki, təzyiqi 2 dəfə artırdıqda, uşaqlar təzyiqi 2 dəfə artıranda qaz halında olan maddələrin hər ikisinin təzyiqi 2 dəfə artmış olacaq. Onda SO2'nin təzyiqini 2 dəfə artıranda 2 üstü 2 vurulsun. O2'nin təzyiqini də 2 dəfə artıram 2 bərabərdir 8. Deməli, düzünə gedən reaksiyanın sürəti 8 dəfə artacaq. Keçirik ikinci əksinə gedən reaksiyanın sürəti və əksinə gedən reaksiyanın sürəti K vurulsun PSO3'ün kvadratı. Deməli, indi təzyiqi 2 dəfə artıranda SO3'ün təzyiqini 2 dəfə artırmış oluruq. 2 üstü 2 də bərabərdir 4. Deməli, əksinə gedən reaksiyanın sürəti də 4 dəfə artmış olacaq. Keçirik 19-cu suala. T1 anına kimi tarazlıqda olan sistemdə H2 əlavə edilmişdir. Növbəti tarazlıq yaranana qədər azot və amonyakın miqdar dəyişməsinin qrafikini cavab vərəqinə qurun. Gəlin ilk öncə qrafik quraq. 19-cu sual. Uşaqlar, qrafik çəkirik. Nəyin qrafikini? Azotun və amonyakın miqdarının dəyişməsinin. Zamana göre değişmesi. Bu olsun tau zaman azotun miqdarının dəyişməsi. T1 anına kimi tarazlıqdadır. Tutaq ki, bir dənə an götürürəm. T1 anı, tau 1 anı, tau 1 anına qədər tarazlıqdadır. N2 azota görə qururam uşaqlar N2. Daha sonra növbəti H2 əlavə edildi. H2 əlavə edildisə uşaqlar H2 əlavə edildi. Baxın qatılıq. Hidrogenin qatılığı artdısa demişdim ki, hər hansı bir hər hansı bir reaksiyada hansı maddənin qatılığı artırsa tarazlıq həmin maddənin olmadığı istiqamətə, yəni sola doğru yönələcək. Deməli uşaqlar, H2'nin qatılığı artanda tarazlıq sola doğru yönələcək. NH3'ün qatılığı artmağa başlayacaq. H2'nin qatılığı artanda onda N2'nin qatılığı azalmağa başlayacaq. Niyə? Çünki N2 müəyyən bir qatılıqda var da H2 ilə N2 daha çox reaksiyaya daxil olacaq. NH3 əmələ gətirəcəklər. H2'nin qatılığı artanda N2 daha çox reaksiyaya daxil olmalıdır ki, bütün H2'lərlə reaksiyaya daxil olsun. Daha çox NH3 əmələ gətirsin. Onda N2'nin qatılığı getdikcə azalacaq. Daha sonra deyir ki, T2 anında yenə tarazlıq əmələ gələcək. T2 anında, tau2 anında yenə tarazlıq əmələ gələcək. Gördünüz uşaqlar? Deməli N2'yə görə hesabladıq. H2'nin qatılığı artanda N2'nin qatılığı azalır. Çünki daha çox reaksiyaya daxil olur. NH3'ün qatılığı isə artacaq. Amonyaka görə indi gəlin qrafik quraq. Dedim ki, amonyakın qatılığı artacaq uşaqlar. Tau zamandan asılı qrafiki amonyakın miqdarının NH3 qatılıqdır bu CN2, CNH3. Deməli uşaqlar T1 anına qədər NH3'ün qatılığı da sabit qalacaq. Tau 1 anına qədər NH3'ün qatılığı sabit qalacaq. Daha sonra qaba hidrogen əlavə eləyəndə tarazlıq sola yönələcək, yəni daha çox NH3 əmələ gələcək. Daha sonra daha çox NH3 əmələ gələndə uşaqlar NH3'ün qatılığı getdikcə artmağa başlayacaq. Deməli qatılıq artanda T2 anında, yəni tau2 anında yenidən tarazlıq yaranacaq. Deməli hər ikisinin qrafikini qurmuş olduq. Keçirik 20-ci suala. Həcmini verib 0,5 litr olan qabda baş verən reaksiyada oksigenin kütləsinin dəyişməsinin zamanla asılı qrafikinə əsasən reaksiyanın həm oksigenə, həm də hidrogenə görə sürətini müəyyən edin. Gəlin 20-ci sualda ilk öncə bir reaksiyanı yazaq. H2 üzərinə gəlinsin O2 reaksiya nəticəsində dönər reaksiyada 2 mol H2O alınır. Qabın həcmini bizə verdi 0,5 litr. Uşaqlar, diqqətlə baxın. O2'nin kütləsini bizə verib. O2'nin başlanğıc kütləsi 11 qramdır. 3 qram artıq qalıb. Deməli neçə qram O2 reaksiyaya daxil olub? N bərabərdir 8 qram. Kiçik m-i müəyyən elədik 8 qram. Kiçik m bərabərdir 8 qram. 8 qram O2 reaksiyaya daxil olub. Biz reaksiyada O2'nin sürətini tapmaq üçün ilk öncə nə qədər reaksiyaya daxil olubsa onu müəyyən eləməliyik. 8 qram reaksiyaya daxil olub 50 saniyə müddətində. Baxın 50 saniyə müddətində. Başlanğıcdan başlayıb 11. Reaksiya daxil olub 3 qrama qədər 50 saniyə vaxt tələb edib. Onda delta 0 nöqtəsindən başlayıb 50 saniyəyə qədər gəlib. Onda delta tau da bərabər olacaq uşaqlar. 50-dən 0 çıxırıq elə 50 saniyə. Delta tau da müəyyən elədik bərabərdir 50 saniyə. Uşaqlar oksigenin molyar kütləsi neçədir? Molyar kütlə O2 üçün bərabərdir 32 qram. Uşaqlar indi gəlin V-ni müəyyən eləyək də oksigenə görə sürəti müəyyən eləmək nə var?
V bərabərdir delta S bölünsün delta tau değildir uşaqlar. Bayaq düsturun çıxarışını yazdığımda nü bölünsün V, S'nin qiyməti nədir uşaqlar? Nü bölünsün V deyil, S'nin açılışı. Vurulsun delta tau. Daha sonra nünü de kiçik m bölünsün molyar kütle ilə ifadə eləmək olar. Kiçik m bölünsün molyar kütle vurulsun V vurulsun delta tau. Gəlin veriləri uşaqlar yerinə yazaq və cavabı müəyyən eləyək. Gəlin veriləri yerinə yazaq bir. Deməli V bərabərdir oksigenə görə. Oksigenin neçə qramı reaksiyaya daxil olmuşdur? 8 qram bölünsün. Molyar kütləsi 32. Qabın həcmi 0,5. Delta tau da müəyyən elədik 50. Gəlin indi cavabı yazaqda ixtisar getdi 0 vuruldu. 8'e ixtisar getdi 4 dəfə. 5 dəfədə 5 25 vurulsun 4 100. Deməli V O2'ye göre sürət də bərabərdir 0,100%. Deməli oksigenə görə sürəti müəyyən elədik 0,100%. Gəl reaksiya tənliyində üzərinə yazaq. 0,100% oksigenin sürətidirsə, onda mol miqdarı ilə düz mütənasib asılı olduğuna görə 0,2 də olacaq hidrogenin sürəti. Bizdən hidrogenin sürətini istirdi. O da oldu 0,2. Keçirik 21. suala. Propanın tam yanma reaksiyasının oksigenə görə sürətini verib, reaksiyanın propana bir də karbon qazına görə sürətini istəyir. Buna görə uşaqlar ilk öncə propanın tam yanma reaksiyasını yazmalıyıq. Propanın formulu CH8-dir. Demişdim ki, oksigende yanır temperatur şəraitində. İstənilən karbohidrogen yananda karbon qazı bir də su əmələ gəlir. Reaksiya tənliyini əmsallaşdıraq. 4 mol, 3 mol. Deməli 3 dəfə 2 6 4 5 molda oksigen əmələ gəlir. Deməli tam yanma reaksiyasının oksigenə görə sürətini verib bizə. Oksigenə görə sürət uşaqlar 1,5 mol bölünsün litr vur saniyədir. Dedim ki uşaqlar hər hansı bir maddənin sürəti onun mol miqdarı ilə düz mütənasibdir. 1 mol CH8 reaksiya daxilində 5 mol O2 əmələ gəlirsə, O2'nin sürəti 1,5 olanda CH8'in sürəti ondan 5 dəfə az olacaq. Yəni 0,3 olacaq. Daha sonra CO2'nin sürəti olacaq 0,9. H2O'nun sürəti neçə olacaq? 4 vurulsun 0,3. 1 mol deməli CH8 əmələ gələndə 4 mol deməli reaksiya daxil olanda 4 mol H2O əmələ gəlir. Onda da sürəti olacaq 1,2. Sürətlərin nisbəti molların nisbəti ilə düz mütənasibdir. Reaksiyanın propana görə sürəti oldu 0,3. Karbon qazına görə sürəti oldu 0,9. Keçirik 22. suala. Sistemin tarazlıq halında bütün maddələrin molekulları eynidir. Reaksiyanın tarazlıq sabitini verib oksigenin və CO-nun başlanğıc qatılığını istəyir. İlk öncə gəlin bir reaksiyanı yazaq. 2 mol CO reaksiyaya daxil olur O2 ilə. Reaksiya nəticəsində elə 2 mol CO2 alınır. Başlanğıc qatılıq, sərf olunan qatılıq və tarazlıq qatılığı. Uşaqlar, deyir sistemin tarazlıq halında bütün maddələrin molekulları, yəni mol sayı eynidir. X mol CO-dur tarazlıq qatılığında. Tarazlıq mol miqdarı X-dir. O2'nin də tarazlıq molu olsun X, CO2'nin tarazlıq molu da olsun X. Demişdim ki, CO2'nin tarazlıqdakı mol miqdarı ilə onun sərf olunan mol miqdarıdır. Yəni alınan mol miqdarı. Uşaqlar, X mol CO2 alınanda 0,5 X mol O2 reaksiyaya daxil olur. X mol da CO reaksiyaya daxil olur. Çünki reaksiyada mol nisbətləri bu şəkildədir. Onda bizə reaksiyanın tarazlıq sabitini verdi 2,5. Tarazlıq sabiti tarazlıq qatılıqlarına görə hesablanır. K tarazlıq sabiti bərabərdir CO2'nin tarazlıq qatılığının nisbətinin tarazlıq qatılığının CO-nun bir də O2'nin tarazlıq qatılıqlarının hasilinə olan nisbətidir. Onda tarazlıq qatılığını bizə verib, tarazlıq sabitini bizə verib 2,5. 2,5 bərabərdir CO2 X'in kvadratı bölünsün. X'in kvadratı vurulsun X. X'in kvadratları ixtisar getdi. Deməli 25 bölünsün 10'du da. Bu da 5'e ixtisar getdi 5 dəfə. 5'e ixtisar getdi 2 dəfə. Uşaqlar 5x bərabərdir 2. X də bərabərdir 0,4. X'i müəyyən elədik 0,4. Bizə nə istəyir? Oksigenin və CO-nun başlanğıc qatılığı. Uşaqlar CO-nun başlanğıc qatılığı 2x'dir. Çünki demişdim ki, sərf olunan qatılıqla tarazlıq qatılığının cəmi başlanğıc qatılığı bizə verir. Oksigenin başlanğıc qatılığı da 1,5x'dir. Gəlin indi yerinə yazaq. 2x bərabərdir 0,8. CO-nun başlanğıc qatılığını bildik. 1,5'i də 0,4'e vuranda uşaqlar 0,6 eləyir.
Deməli uşaqlar O2-nin deməli CO-nun başlanğıc qatılığını müəyyən elə. O2-nin başlanğıc qatılığı oldu 0,6. CO-nun başlanğıc qatılığı da oldu 0,8. Keçirik 23-cü suala. Metanın tam yanma reaksiyasının baş verdiyi qabın həcmi 4 dəfə azaldıqda sürət necə dəyişər? Və temperaturu neçə dərəcə azaltmaq lazımdır ki, reaksiyanın sürəti dəyişməsin. Uşaqlar, ilk öncə metanın tam yanma reaksiyasının tənliyini bir yazaq. 23-cü sual. Metanın formulu CH4. Reaksiya oksigen iştirakında temperatur şəraitində yanır. Karbon qazı bir də su əmələ gəlir. Reaksiya tənliyini əmsallaşdırırıq. 2 mol, 2 mol. Metanın qabın həcmini 4 dəfə azaltdıqda, bayaq izah elədim ki, qabın həcmi 4 dəfə azaltdıqda təzyiq 4 dəfə artır. Yəni təzyiq 4 dəfə artmış olacaq. Qabın həcmi ilə təzyiq bir-biri ilə tərs mütənasib asılılıqdadır. Bu bölməyə ilk başlayanda bunun səbəbini izah elədim. Daha sonra deyir təzyiq 4 dəfə artar. İlk öncə sürət necə dəyişər? Tam yanma reaksiyası zamanı. Uşaqlar, ilk öncə sürətin təzyiqdən asılı olan düsturunu yazırıq. K vurulsun PCH4 vurulsun PO2-nin kvadratı. Təzyiqi, deməli, qabın həcmi 4 dəfə azalınır, təzyiq 4 dəfə artır. Təzyiqi 4 dəfə artıraq. 4 vurulsun CH4 4-ün kvadratı, yəni 4-ün kubu. 4-ün kubu da bərabərdir 64. Deməli, sürət 64 dəfə artacaq. Deyir ki, və temperaturu neçə dərəcə azaltmaq lazımdır ki, reaksiyanın sürəti dəyişməsin. Temperatur əmsalını da bizə verib 2. Uşaqlar, temperaturu neçə dərəcə azaltmaq lazımdır? Yəni delta T-ni istəyir. Uşaqlar, neçə dərəcə azaltmaq, neçə dərəcə artırmaq? Bunlar delta T-dir. Gəlin indi V2 bölünsün V1 bərabərdir gamma üstü delta T bölünsün 10. Deməli, və temperatur neçə dərəcə azaltmaq lazımdır ki, sürət dəyişməsin. Uşaqlar, qabın həcmini 4 dəfə azaltdıqda, dedik ki, reaksiyanın sürəti 64 dəfə artar. Yəni, V2 bölünsün V1 nəyə bərabər oldu? 64. V2 V1-dən 64 dəfə çoxdur. Onda 64 bərabərdir, bizə gammanı verib, yəni temperatur əmsalı 2, 2 üstü. Delta T-ni istəyir. Neçə dərəcə azaldaq ki, uşaqlar, delta T neçə dərəcə olmalıdır ki, deməli, sürət dəyişməsin. Gəlin, müəyyən eləydi, 64 neçə uşaqlar 2 üstü 6 bərabərdir 2 üstü delta T bölünsün 10. Üstləri bir-birinə bərabərləşdirək. Delta T bölünsün 10 bərabərdir 6. Delta T də bərabərdir 60. Deməli, temperaturu 60 dərəcə Selsius azaltmaq lazımdır ki, qabın həcmi 4 dəfə azalsa belə sürət dəyişməsin. Keçirik 24-cü suala. Tarazlıq sabitini verib, qapalı qabda reaksiya üçün 4 mol H-iod götürülür. Neçə faizi parçalanır və tarazlıq yaranar. Tarazlıq halında qabda neçə qram maddə olar? Reaksiya gedən qabın həcmini də bizə verib. Yəni 24-cü sualı yavaş-yavaş yazıb həll eləyək. İlk öncə reaksiyanı yazaq. 2 mol H-iod reaksiya nəticəsində parçalanır. H2 üzərinə gəlinsin yod 2 əmələ gətirdi. Tarazlıq sabitini verdi 0,25. Qapalı qabda reaksiya üçün 4 mol H-iod götürürlər. Deməli, başlanğıc mol miqdarı H-iodun 4 moldur. H-iodun neçə faizi parçalandıqda tarazlıq yaranar? Tarazlıq halında da qabda neçə qram maddə olar? Sərf olunan mol miqdarını bilmirik, tarazlıqdakı mol miqdarını bilmirik. Tutaq ki, x mol, 2x mol götürək, o mol miqdarı düz olsun. 2x mol H-iod tutaq ki, sərf olunub. Onda x mol hidrogen alınacaq, x mol da yod alınacaq. Çünki 2 mol H-iod reaksiyaya daxil parçalananda 1 mol hidrogen, 1 mol da yod alınır. Tarazlıq qatılığını gəlin müəyyən edək H-iodun. H-iodun tarazlıq qatılığı da olacaq 4 çıxılsın 2x. Tarazlıq qatılığı sərf olunan qatılığın tarazlıq qatılığı ilə sərf olunan qatılığın cəmi başlanğıc qatılığı verir. Demişdim ki, reaksiya məhsullarının sərf olunan qatılıqları, yəni onların tarazlıq qatılıqlarına bərabərdir. Bizə tarazlıq sabitini də verib, gəlin həll eləyək də. K tarazlıq sabiti bərabərdir. H2-nin qatılığını vuracaq yod 2-nin qatılığına. Reaksiya məhsullarının qatılıqları hasili başlanğıc maddənin qatılığına olan nisbəti. H-iodun kvadratı. KT-ni bizə verib 0,25, 4də 1 bərabərdir. H2-nin qatılığı nə qədərdir? X. Yodun qatılığı nə qədərdir? X bölünsün. H-iodun qatılığı 4 minus 2x'in kvadratı.
Uşaqlar gəlin yazaq. 1 bölünsün 2'nin kvadratı bərabərdir x bölünsün 4 minus 2x'in kvadratı. Hər iki tərəfi kök altına saldırıq. Kvadratlardan azad eləyirim. 1 bölünsün 2 bərabərdir x bölünsün 4 minus 2x. Uşaqlar, deməli, bayaq kimi də həll eləyə bilərdik, amma orada görə diskriminasiya tapardıq. Yəni, vaxtımız çox qədərdir. Sadə şəkildə həll eləyək. 2x bərabərdir 4 minus 2x, 4x bərabərdir 4, x də bərabərdir 1. X-i müəyyən elədik 1. Bizə nə istəyir? H-yodun neçə faizi parçalandıqda. Uşaqlar, 2x, yəni 2 mol H-yod parçalandıqda tarazlıq yaranır. Yəni 2 molda tarazlıqda H-yod qalır. Deməli 4 mol başlanğıcda 1-i müəyyən edirik. 4 mol başlanğıcda H-yod götürmüşdük. Onun 2 molu parçalandıqda tarazlıq yaranır. Vurulsun 100. İxtisarlarımızı aparırıq 2 dəfə bərabərdir 50%. Deməli 50%i H-yodun parçalandıqda tarazlıq yaranacaq. Tarazlıq halında qabda neçə qram maddə olar? Uşaqlar, tarazlıq halında qabda 2 mol H-yod var. Gəlin hesablayaq. Tarazlıq halında qabda 2 mol H-yod var. Çünki qabın həcmini olsa verib 1 litr. Qatılıq 2 mol bölünsün litr deyil. V-yə böləndə elə 2 qalacaq da. 2 mol H-yod var. X mol, yəni 1 mol H2 var. 1 molda yod 2 var. Deməli, tarazlıq anında qabda olan maddələrin mol miqdarlarını yazıq. İndi gəlin kütlələri müəyyən eləyək. 2 vurulsun. 1 üzərinə gəlsin 127, 128, üzərinə gəlinsin 2, üzərinə gəlinsin yod 2 də olacaq uşaqlar 254. 128. 256, üzərinə gəlinsin 2, üzərinə gəlinsin 254. 2, 1 yadda, 10, 11, 1 yadda, 4, 5, 512 qram. Deməli, reaksiyada tarazlıq halında qabda olan neçə qram maddə var? 512 qram maddəmiz var. Keçirik 25-ci suala. 1 litrlik qabda reaksiya tənliyi üzrə baş verən reaksiyanın sürətini verir və deyir ki 30 saniyə ərzində A maddəsinin qatılığı 25% azalarsa onun başlanğıc qatılığı və neçə mol C maddəsi alındığını müəyyən eləyin. Gəlin müəyyən eləyək uşaqlar. Qabın həcmini bizə verib, reaksiyanın sürətini də verib. Gəlin baxaq. 25-ci sual. Reaksiyanı bir yazaq. A mol, B mol. A ilə B reaksiyaya daxil olur. Reaksiya nəticəsində C alınır. Deməli, A maddəsinin qatılığı 25% azalarsa onun başlanğıc qatılığı və neçə mol C maddəsi alındığını müəyyən eləyin. Uşaqlar, qabın həcmini verdi 1 litr. Reaksiyanın sürətini verdi 0,2. Delta tau-nu verdi. Delta tau bərabərdir 30 saniyə. Uşaqlar, gəlin indi reaksiyanın sürəti, yəni istənilən maddənin qatılığını burada deyir. A maddəsinin qatılığı 25% azalarsa, gəlin A maddəsinin deməli qatılığını müəyyən eləyək. V bərabərdir delta C bölünsün uşaqlar, deməli delta tau. Uşaqlar, indi bizə V-ni verib, delta tau-nu verib, delta C-ni müəyyən eləməli. Gəlin delta C-ni müəyyən eləyək. Bu arada V vurulsun delta tau-dur. Bir dəqiqə, delta C-nin tərkibində də onsuz da V. İndi gəlin delta C-ni müəyyən eləyək. Reaksiyanı yazaq bir daha. A üzərində gəlinsin B. Reaksiya nəticəsində alınır C. Başlanğıc mol miqdarı, sərf olunan mol miqdarı, tarazlıqdakı mol miqdarı. Yəni artıq qalan, tarazlıq yazmayaq, artıq sürətdən danışırsa, gəlin artıq qalan mol miqdarı, artıq mol miqdarı. Deməli, A maddəsinin qatılığı 25% azalarsa, tutaq ki, X A maddəsinin qatılığıdır. A maddəsinin qatılığı uşaqlar 25% azalarsa deyirsə, deməli 0,25x, amma x-in 25% 0,25x eləyir. 0,25x A maddəsi sərf olunur, yəni reaksiyaya daxil olur. Artıq qalan A maddəsinin miqdarı nə qədər olacaq? 0,75x. Davam edirik. Qatılığını verdik. Onda başlanğıc qatılığını, onun başlanğıc qatılığını, yəni A maddəsinin başlanğıc qatılığını istəyir. A maddəsinin başlanğıc qatılığı da x-dir. İndi diqqətlə baxın uşaqlar. Delta C nədir uşaqlar? Mən keçən dəfə dedim. Reaksiyanın sürətini verib, gəlin delta C-ni müəyyən eləyək. A maddəsinin delta C sərf olunan qatılıqdır. Başlanğıc qatılıqdan artıq qatılığı çıxırıq. Delta C, yəni sərf olunan qatılığı müəyyən eləyirik. Delta C-ni müəyyən elədik 0,25x. Gəlin yerinə yazaq. 0,2 bərabərdir 0,25x bölünsün
delta tau, yəni 30 saniyə. Vergül sağa getdi, 0 getdi. 0,6 bərabərdir 4də 1x. X də bərabərdir 2,4. Bizə nə demişdi? A-nın başlanğıc qatılığını istəyir. A-nın başlanğıc qatılığı da x idi. Onda A-nın başlanğıc qatılığı oldu 2,4. Keçirik 2-yə. Neçə mol S maddəsi alındığını müəyyən eləyin. Uşaqlar, 0,5x deməli 0,5x A maddəsi sərf olunanda elə 0,25x A maddəsi sərf olunanda elə 0,25x də S maddəsi alınacaqdır. Uşaqlar, 1 mol A reaksiyaya daxil olanda 1 mol S maddəsi alınır. 0,25x mol A maddəsi reaksiyaya daxil olanda 0,25x mol S maddəsi də alınacaq. Deməli, %25x mol 4də 1x, 4də 1 vurulsun 2,4 də bərabərdir 0,6 mol. Deməli 0,6 mol da S maddəsi alınacaq. Uşaqlar, əslində biz burada qatılığını tapdıq. S maddəsinin qatılığı 0,6 mol bölünsün litrdir. Mol miqdarı deyil, bu qatılıqdır. Bizdən qatılıqları istəyir. Deyir, neçə mol S maddəsi alınır? V-ni verib axı bizə. V bərabərdir 1 litr. Uşaqlar, S bərabərdir. S-ni müəyyən elədik. S 0,6 bərabərdir. Nü bölünsün V deyil. Nü də bərabərdir. S vurulsun V-dir. Nü də onda bərabər olur. S 0,6. V-ni də vermişdi 1. 0,6 mol. Qatılığı mola çevirdik. Əgər orada qabın həcmini 2 litr versəydi, artıq onda məsələmiz dəyişərdi. 0,3 mol B alınardı. İstəm S maddəsi alınardı. Ona görə qatılıqla mol miqdarını bir-birinə qarışdırmayın. Məsələdə qatılıqla mol miqdarlarını çox uşaqlar qarışdırırlar. Məsələn, orada qabın həcmini 1 litr verməsə, 2 litr versə, məsələn, o boyda məsələ, yəni səhv getdi imtahanda. 26-cı sual. Düzünə gedən reaksiyanın sürətinin reaksiyanın sürət sabitinə bərabər olduğu anda oksigenin qatılığı SO2-nin qatılığından 8 dəfə çox olarsa, SO2-nin və O2-nin qatılığını müəyyən edin. İlk öncə gəlin 26-cı sualda bir reaksiyanı yazaq. 2 mol SO2 reaksiyaya daxil olur. Reaksiya 1 mol deməli O2 ilə reaksiyaya daxil olur. Reaksiya nəticəsində 2 mol SO3 alınır. Düzünə gedən reaksiyanın sürət sabit düzünə gedən reaksiyanın sürəti sürət sabitinə bərabərdir. K D sürət sabitinə bərabərdir. Oksigen bərabər olduğu anda oksigenin qatılığı SO2-nin qatılığından 8 dəfə çox olarsa, oksigenin qatılığı 8x olsun, SO2-nin qatılığı SO2 dedi də, SO2-nin qatılığı da olsun x. Bərabər olduğu anda oksigenin qatılığı SO2-nin qatılığından 8 dəfə çoxdur. Deməli, SO2-nin və oksigenin qatılığını müəyyən edin. Uşaqlar, ilk öncə gəlin sürət düsturunu yazaq və düzünə gedən reaksiyanın sürəti düzünə gedən reaksiyanın sürət sabiti vurulsun. Deməli, SO2-nin qatılığının kvadratı vurulsun O2-nin qatılığına. Uşaqlar, gəlin yazaq. Dedik ki, düzünə gedən reaksiyanın sürəti sürət sabitinə bərabərdir. Hər ikisini x-lar aparırıq. 1 bərabərdir. SO2-nin qatılığı nə qədərdir? X. X-in kvadratı vurulsun. O2-nin qatılığı nə qədərdir? 8x. Gəlin yazaq. 8x kubu bərabərdir 1. X kubu bərabərdir 1 bölünsün 8. Deməli, x kubu da bərabərdir 1 bölünsün 2-nin kubu. X də bərabərdir 1 bölünsün 2. X-i müəyyən elədik. Bizə nə deyir? SO2-nin və O2-nin qatılığı. SO2-nin qatılığı nə qədərdir uşaqlar? X. X bərabərdir 0,5, yəni 2də 1. Son olaraq keçirik O2-nin qatılığını istəyir. O2-nin qatılığı da 8x-dir. 8 vurulsun 2də 1 bərabərdir 4. Deməli, O2-nin qatılığı da neçə oldu? 4 mol bölünsün litr. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə kimyəvi reaksiyaların sürəti və kimyəvi tarazlıq bölməsinin ətraflı yazılı cavab tələb olunan tapşırıqlar mövzusundakı sualları izah etdim. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.